Şəhid Mürtəza Mütəhhəri deyirdi ki, insan çox vaxt haqqı rədd etmir, sadəcə onun gətirdiyi məsuliyyətdən qaçır. Çünki həqiqət qəbul olunanda həyat dəyişməlidir. Ona görə də insan qəlb təmiz olsun kifayətdir deyir, amma qəlbin nə ilə təmizləndiyini soruşmur. Əllamə Təbətəbai Əl-Mizan təfsirində qeyd edirdi ki, Qur'anın iman dediyi şey əmələ çevrilmiş şuurdur. Yəni qəlb təmizliyi sadəcə iddiadan ibarət deyil, nəticədir və bu nəticə insanın seçdiyi yolun çətinliyində görünür. Əgər yol heç nə tələb etmirsə, çox vaxt o yol insanın öz istəklərinin formalaşdırdığı yoldur. İnsanlara qəribə gələndə budur ki, biri rahatlıqdan bir addım geri çəkilir, amma daxilində bir addım irəli gedir. Ona görə də insanlar daxili yox, zahiri gördükləri üçün istehza edirlər. İnsanın ən böyük qəribəliyi haqq yolda tək qalmasıdır. Bəzən bütün bu səbir, bütün bu səssiz mübarizə içində bir an gəlir ki, insan içdən içə deyir: Allahım, sən hardasan? Məni niyə tək qoymusan? Ayətullah Behçət ağa deyirdi ki, insan Allahı itirdiyini zənn etdiyi an əslində özünün Allahsız nə qədər aciz olduğunu görür. Qur'an da bu halı təsvir edir. İnsan daraldıqda və bütün səbəblər kəsildikdə üzünü yalnız Allaha tutur. Bu isə təsadüfi deyil, çünki fitrət deyilən bir həqiqət var. İnsanın daxilində yerləşdirilmiş Allaha yönəlmə meyli. Səbəblər işləyəndə insan bunu unudur. Səbəblər qırılanda isə insan özünə qayıdır. Əllamə Qazi Məktəbinin yanaşmasına görə insan Allahı tapmaq üçün uzağa getmir. Özündən uzaqlaşdığı qədər itirir, özünə qayıtdıqda isə tapır. Bu o deməkdir ki, insanın niyə Allaha ehtiyac var sualı əslində yanlış qurulur. Çünki insanın Allaha ehtiyacı sonradan yaranmır. Bu onun varlığının özündədir. Sadəcə insan bəzən bunu hiss etmir. Ayətullah Həsənzadə Amili qeyd edirdi ki, insan müstəqil varlıq deyil. O daim bir mənbədən varlıq alır. Ona görə də insanın daxilində daim bir tamamlanma ehtiyacı var. İnsanlar bəzən sənin seçdiyin yükü daşımaq istəmədikləri üçün bu qədər dərinliyə